Salam əziz tələbələr, gəlin sual cümlələrinin izahına baxaq. Ümumiyyətcə, sual cümlələri deyəndə cümlə özlərinə verilən sual sözləri nəzərdə tutulur. İngilis dilində sual cümlələrinə interrogative sentence deyilir və sual cümlələri iki yerə bölünür. Birincisi, mübtəda ilə və isimlə işlənənlərin sualıdır. Burada deməli, nəyi nəzərdə tuturlar? Mübtədaya və yaxud da mübtədanın təyininə sual verdikdə, mübtədanı və təyini sual əvəzi ilə əvəz edirik, amma cümlənin qalanını olduğu kimi yazırıq. Bu nə deməkdir uşaqlar? Baxın, məsələn, birinciyə baxaq. Birinci cümlədə we have already eaten dinner together family. Biz bir yerdə deyir, ailəmizə nahar etmişik. Burada deməli bizim mübtədamız nədir? We-dir, düzdür. Əgər bu canlı isimdirsə, biz bunu hansı sual sözünə əvəz eləyəcəyik? Who ilə. Amma yadınızda saxlayın ki, cümlənin canlı və yaxud da cansız isim olmasına asılı olmayaraq, əgər siz mübtədaya sual verirsinizsə, buradakı feiliniz cəmdə olsa belə, suala çevirəndə siz onu eləyəcəksiniz tək. Baxın, burada have idi, suala verəndə necə oldu? Has oldu. Who has already eaten dinner together family. Ümumiyyətcə, mübtədaya və yaxud da mübtədanın təyininə sual verəndə, bir dənə həmin sözü sual əvəzliyi ilə əvəz eləyirsiniz, yəni who ilə və yaxud da hər nədirsə, onunla əvəz eləyirsiniz. Qalan cümləni olduğu kimi köçürüb yazırsınız. Baxın, cümlənin ardıcılığında heç bir dəyişiklik yoxdur. Və yaxud da bura baxaq uşaqlar. Floods nədir? Daşqınlar. Bu necə isimdir? Cansız isimdir, düzdür və cəmdədir. Floods destroy many buildings every year. Daşqınlar hər il çoxlu tikililəri dağıdır. İndi bu cansız isim olduğuna görə biz ona nə ilə sual verəcəyik? What-la. Amma bayaq da dedim, canlı və yaxud da cansız olmağının asılı olmayaraq, əgər siz mübtədəyə sual verirsinizsə, buradakı feiliniz cəm olsa belə, sualda çevrilib olacaq tək xəbər. Destroy olacaq destroys və baxırsınız hansı zamanda olduğuna. Bir də uşaqlar, bura baxaq. These boys are doing best to win. Burada altından xətt çəkdikləri nədir? İsimin təyinçisidir. Bu oğlanlar. İndi biz these sual verəndə, baxın burada deyildi ki, mübtədəyə və yaxud da mübtədanın təyininə sual verəndə, həmin sözü sual sözünün əvəz edib qalanın olduğu kimi yazırıq. This, buya nə ilə sual verəcəyik? Hansı oğlanlar? Hansı oğlanlar deyəndə? Hansı which? Which-ə əvəz elədik, düzdürmü? Dedim axı, qalan cümlənin də olduğu kimi köçürüb yazısı. Baxın, buradan bura cümlənin ardıcılığında heç bir dəyişiklik olmadı. Və burada da qeyd eləmişdik ki, əgər biz mübtədanın təyininə sual veririksə, feil nədən asılı olacaq? Baxın, bu isimdən asılı olacaq, boysdan. Boys necə isimdir? Cəm isimdir, düzdür. Əgər təyinə sual verirsinizsə, xəbər isimdən asılı olacaq. Amma əgər mübtədanın özünə sual verirsinizsə, xəbər cəm olsa belə çevrilib olacaq tək. Belə yadınızda saxlayın. Məsələn, burada baxın, mübtədanın özünü qaralayıb, mübtədəyə sual verdir. Mübtədəyə sual verdiyinə görə, baxın bu hissədə, bir dənə mübtədanı who ilə əvəz eləyib, buradakı were-ü dəyişib eləyib was. Çünki niyə mübtədanın özünə sual verir? Amma əgər təyininə sual versəydi, onda xəbərimiz nədən asılı olacaqdı? Mübtədanın yanındakı təyindən, yəni ismin təyinindən asılı olacaqdı. Baxın, sonra burada yazılıb ki, əgər isimlə işlənən sual sözlərinə sual versək, xəbər həmin isimdən asılı olur. Bu eyni şeydir, bayaq dediyimiz şeydir. Baxın, məsələn, what plus isim yazacaqsınız, which plus isim yazacaqsınız və sizin xəbəriniz burada yazılan isimlərdən asılı olacaq. İsimimiz cəm isə xəbəriniz cəm olacaq, isimimiz tək isə xəbəriniz də tək olacaq. Bax, məsələn, most people are criticized about what they do. Buradakı isimimiz necə isimdir? Cəm isimdir, düzdürmü? Deməli, xəbərimiz də cəm olaraq qalacaq. Most'u deyir, most'a sual ver. Ümumiyyət, uşaqlar testlərdə də bu şəkildə suallar sizə ya altından xətt çəkirlər, ya qaralayırlar. Deyirlər ki, həmin sözə sual ver. İndi biz bu most'a nə ilə sual verəcəyik? Əksər insanlar. Hansı insanlar? Yazırsınız which, sonra yanında ismi which pupil. Pupil da necə isimdir? Pupil da cəm isimli deyə. Baxın, xəbərimiz də necə olacaq? Cəm olaraq qalacaq. Və yaxud da bura baxın. Kate'in qardaşı, Kate's brother tries to help all the poor. Burada deyir ki, Kate'in sözünə sual ver. Kate'in sözünə necə sual verəcəyik? Kimin? Deyəcəyik kimin qardaşı? İndi baxın, mübtədadan sonra gələn isimimiz necə isimdir? Tək isimdir, düzdürmü? Və xəbərimiz də nədən asılı olacaq? Elə həmin ismin özündən, yəni tries olacaq. Brother necə isimdir? Tək. Tək isim olduğuna görə xəbər də tək olaraq qalacaq.
Və yaxud da a lot of money was spent on company. Money necə isimdir? Sayıla bilməyən isimdir. İndi burada altından xətt çəkilməyib, deyir ki, a lot of-a sual ver. A lot of və yanında sayıla bilməyən isim varsa, deməli, nəyinə sual verəcək? How much-la. Sayılan olsaydı, how many olardı. Sayılmayandı deyə how much-la sual verir. Yanında dərhal yazırsınız isimini. Xəbərimiz də nədən asılı olacaq? Həmin isimdən. Money sayıla bilməyən olduğuna görə xəbər də tək olaraq qalacaq. Zaten demişdik ki, sayıla bilməyən isimlərin xəbəri həmişə tək olur. İndi uşaqlar, bu bizim birinci hissəmiz idi. Mübtəda və mübtədanın təyininə verilən sual idi. Ümumiyyətcə yadınızda saxlayın ki, mübtədaya və mübtədanın təyininə sual verəndə orada köməkçi feillərdən istifadə eləmirik. Köməkçi feil də nə idi? Köməkçi feil işləndiyi zamandan asılı olaraq dəyişirdi. İndiki sadədətsə do, daz olurdu. Keçmiş sadədətsə did olurdu. İndiki bitmişdə have, has. Keçmiş bitmişdə had. Yəni, köməkçi feillər bunlardır. Amma digər cümlə özlərinin sualına baxsaz, orada köməkçi feillərdən mütləq istifadə olunmalıdır. Digər cümlə özlərimizdə hansılar olacaq? Yer zərfi, zaman zərfi, tamamlıq, təyin. Bunlara sual verəndə. Deməli, bizim digər cümlə özlərimizin sualları hansılardır? Whom kimi kimə, what nə, why niyə, how long ago nə qədər əvvəl, since və nə vaxtdan bəri, how necə, when nə vaxt və ya hara, harda, how often da nə qədər tezliklə deməkdir. Mübtədadan başqa bütün cümlə özlərinin söz sırası baxın bu şəkildə olacaq. Birinci gələcək sual sözü. Sual sözü nədir uşaqlar? Baxın, burada saydığımız bütün sözlərin hamısı sual sözü sayılır. Sonra gələcək köməkçi feil, hansı ki bayaq dedim işləndiyi zamandan asılı olaraq dəyişir. Sonra gələcək mübtəda, sonra da gələcək əsas feil. Əsas feildə biz nəyə deyirdik? Mübtədanın dərhal yanında gələn feil əsas feildir. Yəni işin kim tərəfindən icra olunduğu bilinirsə, həmin feilimiz əsas feildir. İndi birinci başlayırıq nədən? Vəyədən. Vəyə dedik ki, hara, harda deməkdir. Və vəyə ilə nəyə sual verəcək? Yer zərfinə. Yerlik bildirən bütün sözlərə vəyə ilə sual veririk. İndi baxaq məsələn birinə. They wanted to go to another country. Onlar başqa ölkəyə getmək istəyirlər. Bizə deyir ki, bu to another country-yə sual ver. Birinci baxırıq ki, cümləmiz hansı zamandadır? Cümləmiz keçmiş sadə zamandadır. Keçmiş sadə zamanın köməkçi feili nə idi uşaqlar? Did idi, düzdürmü? Birinci onu təyin eləməlisiniz. Yer zərfinə sual veririk deyə birinci yazırıq bizim sual sözümüz vəyəni. Özündən sonra dərhal yazırıq köməkçi feilimiz, hansı ki cümləmiz dedik keçmiş sadə zamandadır və keçmiş sadə zamanda köməkçi feili diddir. Sonra baxın deyir mübtədanı qoy. Qoyduq mübtədanı zey. Əsas feilimiz də nədir? Mübtədanın dərhal yanında gələn wanted. Və biz də keçmiş sadə zamanı keçəndə demişdik ki, cümləyə didlə sual verəndə feilimizi qaytarırıq V1 halına. Wanted'in idisini atırıq want to go. Where did they want to go? Cümlənin söz sırasında qalanın olduğu kimi saxlayırıq. Və yaxud da bu cümləyə baxaq. I hear many children playing in the yard. Deyir, mən eşidirəm ki, həyətdə oynayan uşaqlar var. İndi burada altından xətt çəkilməyib. Bizim yer bildirən sözümüz hansıdır? In the yard. İndi sizə sualda in the yardın altından xətt çəkib deyəcəklər ki, ona sual ver. Yenə, birinci baxırıq ki, cümləmiz hansı zamandadır? Cümləmiz indiki sadə zamandadır. İndiki sadə zamandadır. Köməkçi feilimiz nə idi? Üçüncü şəxsin təki isə daz olurdu, qalan hamısında da do olurdu. Ay olduğuna görə do olacaq bizim köməkçi feilimiz və birinci yazırıq in the yard'a nə ilə sual verməliyik? Where. Sonra köməkçi feilimiz do, you hear many children playing. Qalan söz sırasında olduğu kimi saxlayırıq. Bu qədər sadə. Sonra uşaqlar baxırıq zaman zərflərinə verilən suallara. Zaman zərflərinə verilən suallarda həmişə imtahanlarda uşaqları ən çox onunla çaşdırırlar. Və elə birincidə ən çox çaşdırılarla başlayırıq, hansı ki when-lə what time-dır. Ümumiyyətcə when-lə what time-da yadınızda saxlayın ki, when-lə what time olan cümlədə bitmiş zamandan istifadə olunmaz. Bunu bir mənalı şəkildə yadınızda saxlayın. Əgər görsəz ki, when-lə what time işlənən cümlədə, sual cümləsində, həmin cümlədə has plus V3 var, have plus V3 var. V3 də nə idi uşaqlar? Qaydalarda id olurdu. Qaydaslarda da kökündən dəyişirdi. Və yaxud da had plus V3. Ya da ki, eləcə həzin, hədin, həvin özün. Əgər when olan, what time olan cümlədə bunları gördünüzsə, həmin cümləni siləcəksiniz, olmaz. O variantlara çıxacaqsınız. When-lə what time-la da zaman zərflərinə verilən sualdır. Məsələn, baxaq.
We will see all the people tomorrow. Tomorrow nədir? Sabah. Zaman bildirən söz düzdür. Nə ilə sual verəcək? Ya when-lə sual verəcək, ya da what time-la sual verəcək. Cümləyə də baxırıq ki, bizim köməkçi feilimiz nədir? Zaten elə özü var burada. Will. When, sonra gəlir will köməkçi feilimiz, sonra gəlir mübtəda, sonra da gəlir əsas feil. When will we see all the people? Bu da oldu bizim sualımız. Və yaxud da buna baxaq. At 8 o'clock, saat 8-də. Saat 8 nədir? Dəqiq zaman zərfidir. Buna nə ilə sual verəcək? Yenə ya when-lə, ya da what time-lə. Ən birinci baxırıq ki, cümləmiz hansı zamandır? Feilin sonunda es var. Deməli, indiki sadə zamandır və üçüncü şəxsin təkidir. Köməkçi feilimiz olacaq does. Sonra gələcək bizim mübtədamız the train arrive in Zakatala. Və sualda da nə elədik? Arrives'ın esin atdıq. Bu qədər sadə. Sonra baxaq uşaqlar how long ago-ya. How long ago demək olar ki, ən asanıdır. Nə qədər müddət əvvəl deməkdir. Və how long ago ilə ancaq ago işlənən zaman zərflərində sual verəcək. Ago ilə işlənən zaman zərflərdə hansı zamanın göstəricisi idi uşaqlar? Keçmiş sadə zamanın göstəricisi idi. Deməli, how long ago ilə verdiyimiz sual həmişə cümlə daha doğrusu hansı zamanda olacaq? Keçmiş sadə zamanda. Məsələn, baxaq birinə. We left this old village 2 weeks ago. Biz deyir bu kəndi, bu köhnə kəndi 2 həftə əvvəl tərk etdik. 2 weeks ago-ya sual veririk. Dedik bizim sual bildirən sözümüz nə olacaq? Baxın, how long ago. Cümləmiz zaten həmişə keçmiş sadə zamanda olacaq. Ona görə də köməkçi feilimiz hər zaman did olacaq how long ago-da. Did, sonra gələcək mübtədamız we, feili də hansı halına qaytaracaq? V1 halına. Feili yadınızda saxlayın ki, did olan cümlədə V1-ə qaytarmalısınız. Did we leave this old village? Bu qədər sadə. Və uşaqlar, burada yazılıb ki, when, how long ago-nu həmişə əvəz eləyə bilər. Niyə əvəz eləyə bilər? Çünki when-lə də, how long ago ilə də dəqiq zamanlara sual veririk. Amma how long ago, when-i həmişə əvəz edə bilməz. Çünki biz dedik ki, how long ago ilə ancaq hansı suallara, hansı sözlərə sual veririk? Ago ilə işlənənlərə. Buna görə də how long ago when-i həmişə əvəz edə bilməz. Sonra baxaq bu hissəyə. Birinci uşaqlar, diqqət yetirək ki, burada yazılan zaman zərfləri hansı zamanın zaman zərflərdir? Today, this plus zaman bildirən sözlər, nowadays, recently, lately, already, yet, just. Bunlar hansı zaman idi? Bitmiş zaman. İndi uşaqlar, biz dedik ki, when və what time olan cümlədə bitmiş zamandan istifadə olunmaz, düzdür? Bəs əgər cümlədə bizə həmin bu gördüyümüz sözləri, burada gördüyümüz sözləri qaralayıb versə ki, buna sual ver, biz ona necə sual verəcəyik? İndi baxaq uşaqlar, yadınızda saxlayın ki, əgər cümləmiz indiki bitmiş zamandadırsa və bizdən həmin cümlədə olan zaman zərfinə sual verməyimizi istəyirsə, biz nə edəcəyik? Bax, baxırıq ki, they have passed an exam recently. Bu cümlə hansı zamandadır? İndiki bitmiş zamanda. İndiki bitmiş zamanda bu şəkildə zaman zərfinə sual verəndə yazırıq when-i. Dedik ki, when və what time olan cümlədə də bitmişlər olmaz. Buna görə də nə edəcəyik uşaqlar? Həmin bitmiş zamanı çevirib eləyəcəyik keçmiş sadə zaman. Keçmiş sadə zamanda köməkçi feili nə idi? Did. When did they pass an exam? Əgər bir növ yadınızda saxlayın ki, bitmiş zamanda verilən cümləni dəyişib eləyirsiniz keçmiş sadə zaman, sonra da həmin o zaman zərfinə sual verirsiniz. Elə ki, nəyə sual vermişsiniz? They passed an exam-ə sual vermişsiniz. Sadəcə olaraq həmin o cümlədəki zaman zərfinə sual vermişsiniz. They passed an exam-ı da onun dalıyca yazmışsınız. İndi baxaq bu cümləyə. John has already arrived in London. Burada bizim zaman zərfimiz nədir? Already, artıq. İndi buna necə sual verəcək? Yenə ya when yazacaqsınız, ya what time yazacaqsınız. Bitmiş zamanı çevirib eləyəcəksiniz keçmiş sadə zaman və köməkçi feilini yazacaqsınız. When did John arrive in London? İdisini atacaqsınız. Bu qədər sadə. Sonra uşaqlar baxaq how often-a. How often hərəkətin nə qədər tezliklə bildirildiyini göstərən zaman zərflərinə verilən sualdır. Məsələn, siz deyirsiniz ki, mən həftədə 2 dəfə ingilis dilinə gəlirəm. Kursa 2 dəfə ingilis dilinə gəlirəm. Həftədə 2 dəfə gəlməyi sizin hərəkətinizin tezliyini bildirir. Və tezlik bildirən, hərəkətin nə qədər tezliklə təkrarlandığını bildirən sözlərə də how often-dan sual verəcəyik. Məsələn, John sometimes visits her friends. John bəzən dostlarını ziyarət edir. Sometimes onun hərəkətinin nə qədər tezliklə təkrarlandığını göstərir. Bəzən. İndi sometimes-a birinci verəcəyik sual sözümüzü how often-ı.
Cümləyə də baxırıq ki, hansı zamandır? Sonunda s var. İndiki sadə zamandır və üçüncü şəxsin təkidir. Olacaq does. Sonra mübtədə, sonra da əsas feil. Bu qədər sadə. Və yaxud da burada twice a week, həftədə 2 dəfə. Həftədə 2 dəfəyə sual verəndə yenə how often yazırıq. Sonra baxırıq ki, cümlə hansı zamandadır? İndiki sadə zaman does. Might go to work. Gələcək köməkçi feil, sonra gələcək mübtədə, sonra da gələcək əsas feil. Həmişə ardıcıllıq belə olacaq. Ardıcılığı heç birində pozmayacaqsınız. Sadəcə hansı sözə sual verdiyinizə və cümlənin hansı zamanda olduğunu diqqətlə baxsınız, bəs eləyəcək. Sonra baxaq uşaqlar by what time-a, nə vaxta qədər? Ümumiyyətcə, by what time da asandır. By what time ancaq cümlədə əgər by plus zaman bildirən söz varsa onlara verilir. Biz demişdik ki, by plus zaman bildirən söz gəlirsə, həmin cümlə hansı zamandadır? Ya olacaq gələcək bitmiş, ya da olacaq keçmiş bitmiş zaman. İndi baxaq, birinci cümləmiz gələcək bitmiş zamandadır. We will have completed the mission by the end of the month. Deyir, by the end of the month-a sual ver. Birinci yazacağıq bizim sual sözümüz by what time-mı? Sonra cümləyə baxırıq ki, cümləmizdə köməkçi feilimiz nədir? Will-dir, düzdürmü? Amma will have completed var. Mən sizə zamanları keçəndə də demişdim ki, gələcək bitmişdi, keçmiş bitmiş zamandır. Bunlarda həmişə köməkçi feilin əsas feili bir-birindən ayırırsınız. Bax, köməkçi feilimiz will'dir, əsas feilimiz də have completed'dir. Bunları demişdim, bir-birindən ayırıb mübtədanı ortalarına atmalısınız. By what time will we have completed the mission? Sonra baxaq ikinci tərəfə. İkinci cümləmiz keçmiş bitmiş zamandadır. Her daughters has just got used to new home by yesterday. Dünənə qədər. Dünənə qədərdən tuturuq ki, cümləmiz keçmiş bitmiş zamandadır. Keçmiş bitmiş zamanda olduğuna görə birinci yenə yazırıq sual sözümüz by what time-ı. Cümləmizdəki köməkçi feilimiz nədir? Had. Yazırıq had köməkçi feili. Sonra cümlənin mübtədası her daughters, got used-dakı bizim əsas feilimiz. Bu qədər sadə. Yəni həmişə uşaqlar bütün sual cümlələrində söz sırası birinci sual sözü olacaq, sonra köməkçi feil, sonra mübtədə, sonra da əsas feil. Hamısında bir mənalı şəkildə belədir. Sonra baxaq yoldaşlar since və-nə. Since və nə vaxtdan bəri demək. Ümumiyyətcə gəlin since-i xatırlayaq. Demişdik ki, since zaman zərfi kimi, yəni zamanları keçəndə yeganə bağlayıcı idi ki, ardıcıllığı, uzlaşmanı pozurdu. Since-dən sonra demişdik gəlir ancaq keçmiş sadə zaman. Since-dən əvvəl gəlir ya keçmiş bitmiş zaman ya da nə? İndiki bitmiş zaman. Biz normalda demişdik ki, indiki ilə keçmiş zaman uzlaşmır. Amma since yeganə bağlayıcı idi ki, indiki bitmişdən keçmiş sadə zamanı uzlaşdırır. Amma burada since-dən fərqlidir. Mən sizə ümumiyyətcə zamanları keçəndə demişdim ki, since təklikdə işlənəndə özündən sonra ancaq keçmiş sadə zaman gəlir. Amma əgər bu çevrilib olsa since-dən, onda özündən sonra verdiyimiz sualdakı cümlə bitmiş zamanda olacaq. O nə deməkdir uşaqlar? Baxın, we have known each other since 98. Biz bir-birimizi 1998-dən bəri tanıyırıq. Baxın, cümləmiz hansı zamanda oldu? İndiki bitmiş zamanda. Bizə deyir ki, since 1998-ə sual ver. Yazacağıq since when, sonra köməkçi feilimiz nədir? Have. Have-lə, daha doğrusu köməkçi feillə əsas feili bir-birindən ayırır, mübtədanı ortaya atır. Since when have we known each other. Və yaxud da they have received my invitation since yesterday, dünəndən bəri. Since yesterday sual verəndə yenə yazırsınız sual sözü since when-i, sonra yenə əsas köməkçi feilimiz have, ortada mübtəda, digər tərəfdə də əsas feilimiz. Have they received my invitation. Bu qədər sadə. Sonra baxaq uşaqlar how long-a. How long da nə qədər deməkdir? Yəni sizin hərəkətinizin nə qədər müddət davam elədiyini göstərən zaman zərflərinə verilən sualdır. Biz demişdik ki, hərəkətin nə qədər müddət davam elədiyini göstərmək üçün nədən istifadə edirik? For plus zaman bildirən sözlərdən. İndi baxaq, they have been helping each other for years. Deyir ki, for years-a sual ver. Nə ilə sual verəcəyik? Hərəkətin nə qədər müddət davam elədiyini bildirir, düzdürmü? Deyəcəyik nə qədər? How long? Sonra yazacağıq. Köməkçi feilimiz nədir? Have. Sonra mübtəda, have-lə bini bir-birindən ayırırıq. Have they been helping? Ya deyəsiniz ki, for years illərdir, ya da deyəcəksiniz since 1998.
Bir də uşaqlar deyir ki, how long-la sadə zamanlara da sual verə bilərik. Məsələn, mən sizə deyirəm ki, kursa gəlməyə biz nə qədər vaxt apardı? Siz deyirsiniz ki, 1 saat, 1 saat yarım. Onda deyirəm ki, how long did it take you to reach the course? Kursa çatmağınızda nə qədər vaxt sərf elədiniz? Siz ya deyirsiniz ki, 2 saat, ya deyirsiniz ki, 30 dəqiqə. Və yaxud da deyə bilər ki, how long will you stay here? Burada nə qədər qalacaqsan? Bax, gələcək zamandan istifadə edildiyində. O da deyir ki, 2 həftə. Yəni, bu şəkildə də sual verə bilərsiniz. Sonra nəyə baxırıq uşaqlar? Why ilə what for-a. Why ilə what for ikisi də niyə, nə üçün deməkdir. Və biz bunlarla da hərəkətin səbəbinə sual veririk. Niyə eləmirsən, nə üçün eləmirsən bu şəkildə. Sual cümlələrində qızıl qaydalardan biri də, ən çox çaşdırılan məqamlardan biri də baxın bu hissədir. Bu qeyddə yazılan. Why for. Əgər görsəz ki, cümləni, sual cümləsinə why ilə sual verib, mütləq o cümləni axıra kimi oxuyun, oxuyun, gəlin, görün, ən axırında for var. Əgər varsa, onu avtomatik variantlardan çıxırsınız. Why for deyə ingiliscə bir şey yoxdur. For why deyə bir şey də yoxdur. O həmin variantlar avtomatik çıxmalısınız. Bax, məsələn, deyir ki, she does this job to have fun. Bu işi deyir, əyləncə üçün elədir. Bizim burada səbəb göstərən sözümüz nədir? To have fun'dur, düzdür. Sizə deyir ki, bu to have fun'a sual ver. Ya why ilə verəsiniz, ya da what for ilə verəsiniz. Why ilə verəndə ancaq why yazırsınız. Bayaq baxdığımız sual sözləri kimi. Birinci yazırsınız why-ı. Sonra baxırsınız ki, cümləmiz hansı zamandadır? İndiki sadə zaman. Bir də ki, uşaqlar, buradakı does, to do job ifadəsi var. To do job. Onun do'sudur, yəni. Üçüncü şəxsin tək olduğuna görə ardında es var. Yazasınız why. Cümlə indiki sadə zamandadır və üçüncü şəxsin təkindədir. Does, mübtəda she, does'ın da esini atırıq do. Why does she do this job? What for-la verində necə olacaq? Birinci yazırsınız what-u, sonra ardıcılığı yuxarıdakı cümlədəki kimi. What does she do this job? Axırına bir dənə atırsınız for. Üçün. Nə üçün eləmişdi deyir bu işi? Sonra baxaq how many ilə how much-a. Ümumiyyətcə, how many ilə how much-a baxan kimi fərqini tutmaq olur. How many ilə nəyə sual verəcəyik? Əgər how many ilə sual verirsə, özündən sonra deməli cəm isim işlənib, yəni sayıla bilən isimə. How much ilə sual vermişiksə, deməli sayıla bilməyən ismin təyininə sual vermişik. Məsələn, I have many questions on these situations. Questions necə isimdir? Sayıla bilən cəm. Deməli, many-yə nə ilə sual verəcəyik? How many ilə. How many questions? Yanında mütləq təyin edici ismin yazırsınız. Questions, cümləmiz hansı zamandadır? İndiki sadə do you have. Bəs ismimiz sayıla bilməyən olsa, məsələn, information necə isimdir? Sayıla bilməyən. Yanındakı təyin edici onda nə ilə sual verəcəyik? How much-la. Deməli, sual sözünün how many və yaxud da how much olması yanında gələn isimdən asılıdır. Yanında gələn isim sayıla bilən cəmdirsə how many ilə, sayıla bilməyən isimdirsə how much-la sual verəcəksiniz. Information da sayıla bilməyən isim olduğuna görə how much information, cümlənin hansı zamanda olduğu indiki sadə do we get to improve ourselves. Amma uşaqlar, how much-da bilməli olduğumuz məqamlardan biri də nədir? How much-ın əgər düz yanında dərhal köməkçi feil gəlibsə, deməli sizdən nəyinsə qiymətini soruşur. Neçəyə nə qədər mənasında istifadə olunur. Baxmayaraq ki, yanında gələn isimdir, cəm isimdir. Əgər how much-dan sonra birbaşa köməkçi feil gəlibsə, deməli sizdən nəyi soruşur? Neçəyə və yaxud da nə qədər olduğun. Bax, deyir ki, how much does this coat cost? Yəni ki, bu paltonu neçəyə almısan? O mənada soruşur. Və yaxud how much are these phones? Bu telefonlar neçəyədir? O mənada sual verir sizə. Yəni, bu telefonun cəmdə olub, sualın how much olması sizi çaşdırmasın. Dərhal yanında köməkçi feil gəlirsə, deməli qiymətini soruşur. Amma təyin edici isim gəlirsə, onda ismin sayılıb sayılmayan olduğuna baxmalısınız. Sonra sözünün qaydasına baxaq. Sözünün qaydası da çox sadə uşaqlar. Bir növ what for-a oxşuyur. Eyni şey demək olar ki. Bunun üstündə baxaq. Cümlənin üstündə. They have spoken about essential topic. Bizə deyir ki, about essential topic-a sual ver. Onlar deyir, mühüm mövzu haqqında danışdılar. İndi biz about essential topic-a sual verəndə deyəcək ki, onlar nə haqqında danışdılar? Bax, birinci yazırıq ki, nə? What. Sonra yazırıq yenə köməkçi feilimiz have, mübtədamız they spoken əsas feilimiz. Bir dənə axırına about-u yazırsınız. What have they spoken about? Nə haqqında yəni? About nə deməkdir? Haqqında. Bu cümləni başqa cür necə edə bilərsiniz uşaqlar? Eyni şəkildə
Ardıcılığa falan deymirik. Sadəcə bu about-u götürürsünüz, atırsınız votun qabağına. Yazırsınız ki, about what. About what. Yenə köməkçi feilimiz have, mübtədamız they, əsas feilimiz nədir? Spoken. What have they spoken? About what have they spoken? About what şəklində yaza bilərsiniz və yaxud da what'u birinci yazıb about'u axırda da yaza bilərsiniz. İkisi də eyni şeydir. Bu who, ya, huma, kim haqqında, nə haqqında ikisi də eyni şeydir. Bir dənə nəyi yadda saxlayırsınız uşaqlar? About'u əgər əvvəldə vermisinizsə about'u, bundan sonra who yaza bilməzsiniz. About'dan sonra ancaq whom yaza bilərsiniz. Amma əgər siz bu about'u axıra verirsinizsə, baxın bu şəkildə axıra verirsinizsə, who da yaza bilərsiniz. Amma əgər about əvvələ vermişsinizsə, bura who'nu yaza bilməzsiniz. Ancaq ya whom yazacaqsınız, ya da what yazacaqsınız. Amma axırda olanda who, whom, what üçü də istifadə oluna bilər. Yəni qaydası bu qədər. Gəlin bir iki dənə testə baxaq, daha da möhkəmlənsin. Gəlin baxaq uşaqlar 76 nömrəli testə. 76 nömrəli testdə deməli. Baxaq bir variantlara. Bax A variantında. Does Linda always has a music lesson on Monday? Sizcə burada uşaqlar problem nədir? Baxın, cümləyə does-la sual verib. Amma buradakı has-i V1 halına qaytarmayıb. Biz demişdik ki, əgər cümlədəki mübtədamız 3-cü şəxsin təkindədirsə, Linda necədir? 3-cü şəxsin təkində. Has-i və yaxud da feilin sonundakı s-i qaytarıb V1 halına salırsınız. Yəni s-i oradan atırsınız. Bu əgər have olsaydı düz olardı. Amma has olduğuna görə A variantını çıxırıq. İndi baxaq B variantına. What lesson does Linda always have on Monday? Baxın, bu cümlədə problem yoxdur. What lesson, yəni hansı dərs? Does bizim köməkçi feilimiz, Linda bizim mübtədamız, always have bizim əsas feilimiz on Monday. B variantı düzdür. Gəl digər variantlara baxaq niyə səhvdir. When has Linda a music lesson? Baxın, when olan cümlədə demişdim nə olmaz? Has olmaz. When C-ni avtomatik silirik. D variantına baxaq. Linda always has a music lesson on Monday, hasn't she? Baxın uşaqlar, to have a music lesson, musiqi dərsi almaq. Bu cümləmiz bitmiş zamanda deyil. Ona görə də ayrıcı sualı hasn't ola bilməz. Burada olmalıydı doesn't she. To have a lesson nəyinə sual verməliydi? Doesn't. Ona görə D variantı da səhvdir. Y variantında da what does Linda has on Monday? Yenə. Baxın, does olan cümlədə has-i have çevirməyib, ona görə Y variantı səhvdir. Cavab olacaq B variantı. Birinə də baxaq uşaqlar. Baxaq 82-yə. Baxın 82-də. Ümumiyyətlə uşaqlar sual cümlələrini iki cür suallar. Ya sual sözün altına xətt çəkilər, deyirlər ki, buna sual ver. Ya da bu şəkildə deyirlər ki, düzgün sual cümləsini seçin. Bax, indi A-ya baxaq. How much time he spends on his English every day? Burada bizim çatmayan nəyimiz var uşaqlar? Köməkçi feilimiz yoxdur cümlədə. Ona görə A variantını çıxırıq. B variantında how much does he has to spend? Does olan cümlədə has to-nu nəyə çevirməliydi? Çevirib eləməliydi have to. Ona görə B variantı da səhvdir. C-yə baxaq. How much time does he have to spend on his English every day? C variantında heç bir problem yoxdur. Cümləyə does-la sual verib, has to-nu da çevirib eləyib have to. C variantı düzdür. D-yə baxaq. How much time does he spends? Baxın, does-la sual verib, feilin sonundakı s-i atmayıb. D variantı da səhvdir. Y-yə baxaq. How much time has he to? How much time-dan sonra bizim köməkçi feilimiz yoxdur yenə. Ona görə Y variantı da səhvdir. Birinə də baxaq uşaqlar 80 nömrəli testdə. Baxın, burada da sözün altından xətt çəkir. Deyir ki, həmin sözü sual ver. Birinci baxaq ki, cümləmiz hansı zamandadır? He had made friends with the Browns by that time. By plus zaman bildirən söz varsa, deməli cümlə hansı zamandadır və haddir. Keçmiş, bitmiş zamanda. Keçmiş, bitmiş zamanın köməkçi sözü, köməkçi feili hansıdır? Haddir, düzdürmü? Deməli bizim sual sözümüzdən sonra had gəlməlidir. İndi baxaq. A variantında. Deməli ki, kimdən dostluq qurub? Bax, A-da who gəldi. Kimlə? Ondan sonra bəs bizim köməkçi feilimiz hanı? He had yazıb. Olmaz. A variantını çıxdıq. Who'dan sonra did yazıb. Keçmiş bitmişə nə ilə sual veririk? Had-lə. B-ni çıxdıq. C-yə baxaq. Who did? Who'dan sonra did gəldi. Okey. Yox. Əslində olmaz. Çünki dedik köməkçi feilimiz nə olmalıdır? Had. Ona görə C-ni də çıxdıq. D-yə baxaq. Who'dan sonra gəldi had. Who had
Hi, sonra gəldi mübtədamız, sonra gəldi əsas feilimiz. Baxın, sual sözü, köməkçi feil, mübtəda, əsas feil. Əsas feilin də köməkçi feili bir-birindən ayırıb ortaya da mübtədanı yazıb. Mən burada heç bir problem görmürəm. Bəs baxaq, niyə səhvdir? Baxın, biz homla əslində sual verə bilərdi. Amma bu cümlədəki problemimiz nədir? Mübtəda ilə əsas feilin yeri dəyişik düşüb. Ona görə Y variantı olmaz. Cavabımız olacaq D variantı. Bu şəkildə olur uşaqlar. Ya altından xətt çəkirlər ki, ona sual ver, ya da ki, hansı sual cümləsi düzdür, onu soruşur. İzahdan bu qədər uşaqlar. Əgər başa düşmədiyiniz, qaranlıq qalan hissə olsa, soruşarsınız inşallah. Xoş izləmələr hər birinizə.